Prezident Administrasiyasının məsul işçisi Niyazi Əliyevin, rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın və bütün idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə Abşeron rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunlarına dair hesabatı keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, ruhuna hörmət və ehtiramlarını bildirdilər. Xırdalan şəhərindəki Heydər Əliyev mərkəzinin aks zalında təşkil edilən hesabat yığıncağında mərzu ilə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində mərkəzi Xırdalan şəhəri olmaqla bütün kənd və qəsəbələrində abadlıq quruculuq işləri davam etdirilib. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli məsələləri rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb. 2015-ci ildə rayon ərazisində yolların əsaslı və cari təmiri məqsədi ilə rayonun yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 130.752 kvadrat metr asfalt örtüyü çəkilib. 91.868 kubmetr sahəyə çınqıl tökülərək yayılıb. Ötən il rayonun şəhər, qəsəbə və kəndlərinə ümumilikdə 175 küçə daxili imkanlar hesabına əsaslı təmir olunub. Lakin görülmüş işlərlə yanaşı, əhalinin elektrik enerjisi təminatında çatışmazlıqlar hələ də qalmaqdadır. Belə ki, Xırdalan şəhərində 110 kilometrlik yarımstasiyanın tikintisinə başlansa da, bu sahədə işlər çox ləng aparılır. Xırdalan şəhəri və digər ərazilərdə ötən il tikintisi nəzərdə tutulmuş yarımstansiyaların tikintisinə isə hələ də başlanılmayıb. Bunun nəticəsidir ki, rayonun Xırdalan, Qobu, Hökməli, Masazır yaşayış məntəqələrində elektrik enerjisinin təchizatında problemlər hələ də qalmaqdadır. Abşeron rayon ərazisində sanitar təmizliyin təmin edilməsi qarşıya qoyulan prioritet məsələlərdən hesab edilir. 2015-ci il ərzində rayon ərazisində 256 milyon manatlıq tikinti quraşdırma işləri görülüb. Sahibkarlığa kömək Milli Fondu tərəfindən rayonda 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilib. Layihələrin icrası nəticəsində 900 yeni iş yeri yaradılıb. İradə Gülməmmədova yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, 2015-ci ilin ölkəmizdə kənd təsərrüfatı ilə elan edilməsi ilə əlaqədar rayonda heyvandarlıq və bitkilik məhsulları istehsalının həcmi xeyli artıb. Son illər qarşıya qoyulmuş tədbirlərdən biri də rayonun dotasiyasından asılılığının minimuma endirilməsi təşkil edir. Rayonda güclü iqtisadiyyatın sahibkarlıq obyektlərinin istehsal, ticarət, xidmət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq obyektlərinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, Abşeron rayonunda artıq 5 ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənin formalaşdırılması təmin edilir. Ötən illərdə olduğu kimi, hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılıb. Rayon icra hakimiyyəti başçısı yanında büdcədən kənar inkişaf və bərpa fondundan və digər daxili imkanlar hesabına 1100 şəhid ailəsi, əlil və imkansıza 179 min manat yardım göstərilib. 2015-ci ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülüb. Hesabat dövründə rayonun daxili imkanları hesabına Masazır və Məhəmmədi kəndində 6 qruplu uşaq bağçası tikilib. Dövlət vəsaiti hesabına Xırdalan şəhəri ərazisində 2, Aşağı Güzdək, Hökməli qəsəbələrində, Masazır və Noxanı kəndlərinin hər birində 6 qruplu uşaq bağçası körpələr evinin tikintisində son tamamlanma işləri görülür. Rayonun daxili imkanları hesabına isə Xırdalan şəhərində, Ceyrabantan qəsəbəsində, Fatmaya, Noxanı və Pireşüşül kəndində 4 qrupluq, eləcə də Saray, Mehdiyabad qəsəbələrində 6 qrupluq, Göradı kəndində isə 4 qruplu uşaq bağçası körpələr evinin tikintisi davam etdirilir. Rayonun təhsil sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2014-2015-ci ilin dərs ilinin yekunlarına görə rayonun təhsil məktəblərində böyük uğurlara nail olunub. Ötən il ali məktəblərə sənəd vermiş məzunların 67,4% tələbə adını qazanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2015-ci ilin fevral ayından rayonda sakinlərin profilaktik tibbi müayinəsinə başlanılıb və ötən ilin may ayınadək 200 mindən çox rayon sakini tibbi müayinədən keçirilib. Hesabat dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli yaxşılaşdırılıb. Bir sıra mədəni kütləvi tədbirlər hazırlanıb həyata keçirilib. İdmançılarımıza rayon icra hakimiyyəti tərəfindən də daimi böyük qayğı göstərilir və ötən il rayon daxili imkanları hesabına yüksək nəticələr əldə etmiş 12 idmançıya 6.000 manat pul mükafatı verilib. Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olub. 2015-ci il ərzində baş vermiş cinayətlərin 81%-nin üstü açılıb. 15 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Rayon rəhbəri bildirib ki, görülmüş işlərlə yanaşı qarşıda görüləsi işlər də çoxdur. Əvvəlki illərdə olduğu kimi, cari ildə də sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait yaradılacaq və rayonda əlavə sənaye, kənd təsərrüfatı istehsalı, emal müəssisələrinin açılması təmin ediləcək. Hazırda rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə də çox ciddi işlər aparılır. Daha sonra rayon maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, sahibkar Mətanət Aş şirkətinin baş direktoru İlxan Bəşirov, Səhliyalı şirkətinin icraçı direktoru Cavad Quliyev,
Maşlağa kənd təsərrüfatı istehsalı müəssisəsinin direktoru İsa Mərdanov, sahibkar Nərgiz Porselen müəssisəsinin rəhbəri Yasin Xəlilov hesabat məruzəsi ilə çıxış etdilər. Qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin Abşeron rayon şöbəsinin sədri Vidadi İsayev isə onlarla göstərilən diqqət və qayğıdan geniş söhbət açdı. Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Niyazi Əliyevin çıxışı dinlənildi. Aparat rəsmisi bildirdi ki, 2015-ci ildə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transferli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilib. Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələri icra olunub. Yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlər davam etdirilib. Nazirlər Kabinetinin icrasından ötən dövr ərzində ölkə prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları ilə əmək pensiyaları, məcburi köçkünlərlə verilən yemək xərci, müavinəti, 20 yanvar əlilləri, şəhid ailələri üçün prezident təqaüdü, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrdə çalışanların əmək haqqları artırılıb. Buğda, un və çörək məhsulları istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda prezidentin tapşırıqlarına uyğun olaraq ölkədə süni qiymət artımı yaradanlarla bağlı ciddi tədbirlər görülməkdədir. Sonda Abşeron rayon icra hakimiyyəti başçısının müavini İlham Quliyev şura iclasının iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət mətni oxudu. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.